Müsəlman üçün imam, müsəlman üçün minbərə dua edə bilər? Edə bilər. Hakim də müsəlmanlardan biridir və ən çox ehtiyaclıdır ki, dua olunsun ona, çünki düşmanların qabağına çıxan o. Düzdürmü? Sənin hakimi o müsəlmanların toplumundan çıxardıb istisna etməyin ki, hakimə olmaz, bu dəlil tələb edir. Əks halda məsələ qalır elə əslində. Müsəlman üçün minbərdən dua eləmək olar. O hakim də müsəlmanlardan bir müsəlmandır. Sənin gətirməyin ki, hakim üçün gəlməyib, hakim üçün dua eləmək olmaz. Sən dəlil tələb olunur səndən ki, sən dəlil gətirsən, müsəlmana edilən duada hakimi istisna etməyinə dəlil lazım yox. Qayda nədir əlimizdə usuldur.